Recording başladı. Deməli, keçən dəfə o məsələsinə qalmışdıq. Birinci şərtini izah edeyim, sonra sizdən soruşacağım. Deməli, deyir ki, Vasyanın ad günü yaxınlaşır və Lena ona hədiyyə almaq üçün naxışlı bir dəsmal tikmək istəyir. Naxışlı bir dəsmalda 0-dan n-ə qədər rəqəmlər var. Yəni, bu formadadır. Sadəcə n verəndə ona uyğun bir dənə naxış düzəltməlisiniz, qısacası. Belə. Şərtlə əlaqəli bir sual var. Məncə aydın olmalıdır. Yoxdursa onda soruşun, kim demək istəyir? Kimsə könüllü demək istəyir, yoxsa seçim? Tamam, onda Nailə Məmmədli buradadır. Bəli. Deyə bilərsən əlinə. Mənim kodu aça bilərsiniz. Aha. Məsələn də açım. Aha, buyur. Başda 0-dan başlayıb 2 vur n-ə qədər gedirik, çünki ən uzun məsafə 2 vur n qədər olacaq. Aha. Bunu deyirsən də. Ortadakı xət. Aha. Sonra currently, yəni əgər i n-dən balacadısa, yəni daha çox sol tərəfə yaxındırsa, Sağı deyirsən, buranı deyirsən? Yoxsa buranı deyirsən? Sol tərəfə. Aha, tamam. Hə. Yəni elə bir 2 hissəyə bölürük ki, orada boşluqları qoya bilək. Aha, mərkəzdən elə ki, sol tərəfə olanlara baxırsan. Hə, de. Əgər n-dən böyüdürsə, onda 2-nin çıx biri veririk ki, yəni ikinci tərəfə ataq. Daha çox sağ tərəfindən gedək də. Tamam. Tamam. Başqa yenə izah eləmək istəyən var. Abdullah, izah eləmək istəyirsən, həlbə baxım da. Hə, izah eləmək istəyirsən. Bəli. Aha. Əsas 2 dənə for işlədirik. Biri yuxarıdan ortaya qədərdir. O biri də ortadan aşağı qədərdir. Müəyyən qədər space siyahut edirik. Sonra 0-dan i-yə qədər siyahut edirik, boşluq çapa verə verə. Tamam. Başqa fərqli həlli olan var? Yoxdursa mən bir dənə fərqli həll tapmışam, onu deyəcəm. Bilmirəm, sizin aranızda işlədən vardı ya, yox. Deyəndə baxarıq. Fərqli həlli olan yoxdursa, izah edeyim əzəllimə. Belə baxmışdım, hamımızın şeyini demək olar deyəsən. Bu biraz deyəsən fərqlidir. Tamam, öz əllimi deyəcəm. Biraz fərqli ola bilər, ona görə çətin bir yeri olsa deyərsiniz. Deməli, deyək ki, budur. Arxadan səslər gəlmişsə. Xeyr. Aha. Xeyr. Bu bilməm niyə belə gəldi. Bircə dəqiqə. Tam nəsə deyə belə bir şey düzəldək.
balaca bir nümunə göstərirəm. Deməlidir ki, 2 olanda biz belə bir şey yerik də. 2 burada qıraqlara 1 veririk. Buna qıraqlarına 0 veririk də. Mən bunun tərsinə baxdım. İndi böyüdürəm bir dəqiqə. Amma mən bunun tərsinə baxdım. Dedim ki, buna belə baxaq. Mərkəzə 0 götürün. Mərkəzdən olan uzaqlığa görə götürək ədədləri. 0, qıraqlar 1 uzaqlıqdadır. Bunun qıraqlıqları da 2 uzaqdadır. Əgər bunu necəsə düzəldə bilsək, bütün yerlərdəki ədədlərdən sadəcə n çıxıb bunu ala bilərik də, elə ki. Sonra buna gətirə bilərik sadəcə n çıxıb. Düz başa düşdünüz nə demək istəyirəm? Necə? Mən elə bir şey bunu çevirdim ki, hər bir yerdəki rəqəm mərkəzdən olan uzaqlığı göstərsin. Məsələn, qıraqlar, bu qıraqlar mərkəzdən 1 dənə uzaqdadır. Bunun da qıraqları mərkəzdən 2 dənə uzaqdadır. Deyirəm ki, əgər bu formanı ala biliriksə, sadəcə hər bir yerdə dayanan ədəd n çıx elə ki, bu ədəd bunu verəcək də bizə. Bunu necəsə ala biliriksə, buna çevirə bilərik sonra. Aydındır. Hamı başa düşdü? Bəli. Aha. Aha, kimsə müəllimdir deyəsən. Aha. Tamam. Onda biz sadəcə deməli elə bir kod yazmalıyıq ki, hər bir yerə uyğun mərkəzdən olan məsafəsini versin. Mərkəzdən olan məsafəsini n-dən çıxmalıyıq elə ki, deyək, məsafə d-dir. Biz n çıx d-ni yazmalıyıq ora. Və əgər n çıx d, yəni bu formaya gətiririk də n çıx d olanda. Mənfi ədəddirsə onun yerinə boşluq qoyuruq. Məsəl üçün, bura mənfi düşəcəkdir normalda. Yoxsa boşluqdur. Burada, buralarda. Belə. Nə istəyən koduna keçək, sual yoxdursa. Var nə sual? Məncə nəsə fərqli bir şey demədim. Ona görə keçirəm. Deməli, birinci n-i götürürük. Deməli, ölçüsü haqqında danışmadıq. Ölçüsünü bayaq Nailə dedi deyəsən ki, 2n olur. 2n çıx 1 olur deyəsən. Yox, səhv deyirəm. Bir dəqiqə. Yox, 2n plus 1. 2n plus 1 olur deyəsən. Sən sıfırdan başlamışdın da, hə, ona görə. Sıfırdan başlayıb 2-yə nə qədər getmişdim, yəni bərabər yazaq ancaq. Hə, sıfırdan başlayanda 2n plus 1 olur. Deməli, bu ümumi ulduz nədirsə naxışın uzunluğunda n-in də maksimum ölçüsü 2n plus 1 olacaq. Heç nə. Biz deməli, bir mərkəz koordinat tapmalıyıq. Əvvəlcədən özümüzdə saxlamalıyıq. Burada əgər 1-dən işarələsək, mərkəz koordinat olur 3, 3. Yəni də 1, 2, 3, 1, 2, 3 olur 3, 3. Məsəl üçün, deyək, buranı tapmaq istəyiriksə, burada olacaq 2, 1 deyək. 1, 2, 1. Hətta qoy yazmayın. 3, 4, 5, 1, 2, 3, 4, 5. Dən rekordingi yoxlayın görün işləyir. Aha. Hə, indi iki nöqtə arasındakı məsafəni tapmaq üçün belə bir düstur var. D nöqtələrdən birinin koordinatları x1, y1-dir. O birinin koordinatları da x2, y2-dir. Bunlar arasındakı məsafəni tapmaq üçün belə bir düstur var. Modulla x1
çıxılsın x2 üstə gəlsin y1 çıxılsın y2. Üstə bu qədər. Sadəcə bunu eləyəcək. Aydındır belə. D buna bərabər olacaq. Bəli. Defisiyon. Belə. Bu x2, y2 də buradan fikir versəz, həmişə şey olur. N plus 1'in N plus 1 olur. Onda düsturumuzu elə belə dəyişə bilərik. D bərabərdir. X1 çıxılsın N plus 1 üstə gəlsin y1 çıxılsın N plus 1. Y1 x1'də şeydir. Deyək IJ dövrü ilə gedirik. Şey olur sadəcə. I çıxılsın, bu da J çıxılsın. De bu qədər. İndi cavabını yazaq. Deməli for int görsənir bu. Aydın görsənir hamıya. VS Code. Aha, tamam. 2 vur N plus 1'ə qədər gedirik. J'ni də 2 vur. J'ni də 2 vur N plus 1'ə kimi aparıq. Bir şey baxım. Aha. Deməli D-ni tapırıq. Deyir ki, D bərabərdir. Modulla I çıxılsın N plus 1 üstə gəlsin. Modulu bilirdiniz bu funksiyanı. Bu sadəcə modul funksiyasıdır. N plus 1. Belə. Deyirəm ki, əgər N çıxdı 0-dan kiçikdirsə, onda boşluq çap elə. Əks halda N çıxdı N çap elə. Aha. Sonda da bir dənə boşluq çap eləmək lazımdır. Bu aralarda yəni boşluq qoyuruq. De bu aralarda belə. Bir də hər dəfə bu dövrdən sonra bir dənə endl çapa verməliyik. Endl nə edir? Məsələn bu sətri qurtardıq. Təzə sətrə keçirik də. Bu qədər. Belə. Görə işləyəcək vəbşə. 2 deyək. Niyə belə verdi? Bir dənə araşdıraq. Çünki burada yenə bir boşluq vermişəm. 2. Aha, belə. Sualım var. Məncə başqa bir maraqlı yoldur deyə demək istədim. Ki, bunu tərsinə çevirməyi görmək bəzi məsələlərdə lazım ola bilir. Yəni, şəkili fərqli fikirləşməyə çalışın. Məsəl üçün, mən neynədim burada? Getdim, bütün rəqəmləri baxdım. Gördüm, aralardakı fərq bir dənədir. Aha, onda mən bunu fərqli bir şey çevirə bilərəm ki, aralarındakı fərq yenə bir dənə olsun. Ümumi bir dənə ədəddən çıxaram yenə də. N-dən çıxaram, yenə buna qaytararam. Belə bir şey. Tərsin fikirləşmək çox vaxt elə məsələ həll eləmək olur. Ona görə çalışın ki, tərsini ya fərqli bir formasını fikirləşin. Keçim o bir suala, yoxsa yox? Ataq əlini. Sonra keçək o birini. Sual var. Nə oldu? Nəysə fertişə. Bundan sonra boşluğu götürmür. Onda belə bir şey eləmək olar. Demək olar ki, əgər n çıxdı 0-dan kiçikdirsə və
J n-dən böyüksə, yox bir dəqiqə. Bunu belə eləyək. Əgər J n-dən böyüksə, onda continue eləyək. İndi deyəcəm nə edirəm. Bir dənə baxım. N plus 1-dən böyüksə. Görün bir dənə bu işləyir. Yox, rəqəmi verməliydik. 2. Bir dənə boşluq verir. Tamam. Baxaq ona. Çox qəribə məsələdir. Gecə dəqiqə. Şey demək olar. Sonuncu boşluğu necə həll eləmişsiniz? Axırıncı rəqəmdən sonrakini. Nə deyir? X2 ilə Y2 ona görə n plus 1 elədik ki, biz dedik ki, indiki nöqtə ilə mərkəzin arasındakı məsafəni tapmaq istəyirik. Mərkəz, yəni n veriləndə, mərkəz həmişə n plus 1-ə n plus 1-də olur. Başa düşdün? Çünki sıfırlarda var deyə 0, 1, 2 kimi saya bilərsən. 0, 1, 2. Yəni 0-da olduğuna görə plus 1 oradan gəlir. Ona görə dedik ki, elə x2, y2 həmişə n plus 1-nə əvəz eləyək. Rahat olsun. Kim sənə istəyirdi? Sözünü kəsdim. Siz boşluğu soruşurdunuz, onu deyil. Necə elədin? O, axırıncı rəqəmdən sonraki boşluq. Aha. Mən if-lə yazmışdım. Yəni, bura çatmışsa, yəni daha çıxışa verməz. Belə bir şey yazın. N çıxdı 0-dırsa və J böyüdür n plus 1-dirsə continue. Yəni, bu axırıncı rəqəm deyilsə, space çıxışa. Əslində elə bunu yazmaq olar. Bir dəqiqə, mən səhv bir şey yazdım. Kitabxana adı bəlkə səhvdir. Kitabxana adı? Ola bilər. Kitabxana adı bəlkə səhvdir. Yəni, çünki indi mən kodu eyni ilə yazdım. Belə kitabxana səhvliyi göstərirdi. Bunu? Bunu səhv göstərməyin səbəbi şeydir. Sənin elə ki yüklədiyin kompaylerdə bu yoxdur. Onun videosunu ataram necə düzəltmək olar. Çox vaxt Windows'larda olan problemdir. Bu elə ki bir dənə fayldır. Faylı aça bilirəm. Elə ki belə bir fayldır. İçində bütün hər şeyi include ediblər. Baxın. Array, nə bilim, IOStream, map, hər şeydə. Ola bilər sadəcə bu fayl yoxdur da səndə. Ona görə. Ola bilər. Belə ki papkada, bits papkasının içində bu adda bir dənə fayl var, o yoxdur səndə. Yəni o məsələ ilə əlaqəli deyil. Bir dənə belə yoxlayaq. Bir dəqiqə. Bu burada. Burada niyə belə verir? Break eləmək lazım. İki. Yox, yenə verdi. İndi niyə verir? Dedi ki, n çıxdı. Nə? N çıxdı elə ki 0-dırsa, misal üçün qıraqlar da. Şeyə görə böyük bərabərdir n plus 1, sorry.
Hə, aha. İndi izah edirəm. Deməli, bizə məsələ deyir ki, bu axırdakı 0 var, hər tərəfdən, bu tərəfdən baxanda, sağ tərəfdən baxanda, birinci gördüyümüz sıfırlar var, və bunlar. Hə, bunlardan sonra deyir ki, heç olmasın da, boşluq zad, heç olmasın. Ona görə belə bir şey yazdım ki, əgər indiki rəqəm elə bir sıfırdırsa və bu rəqəm bu yarıdan sonra yerləşibsə, yəni burada göstərməyim. Bir dəqiqə. Aha. Qıraqları silim. Mane olmasın. Hə. Deməli, biz məsələ deyir ki, bu sıfırlardan sonra buralarda boşluq olmasın. De, burada, 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 burada. Ona görə mən nə etdim? Dedim ki, indiki J var, J. Əgər n plus 1-dən böyük bərabərdirsə, yəni bu hissələrdirsə, indi baxdığımız. Gördünüz, bizə ancaq lazım olan sıfırlar qaldı əlimizdə. Və indiki də sıfırdırsa, onda bu sətri qutarıq. Nə deyirəm? Elə ki, bu sıfırı verdim. Bu sətri qutardım. Qutardı все burada. Keçdim təzəsinə, gəldim burada qutardım. Çünki bu da sıfırdır və yarısından sonra yerləşib, n plus 1-dən sonra yerləşib. Sonra burada qutarıram, burada. Gördüyünüz kimi, ona görə burada boşluq qoymuyorum. Həmin hissəni break eləyirəm, qutarıram o sətri. Tutdunuz. Səsim gəlir? Bəli. Başa düşdünüz? Haram başa düşmədiniz? Deyin, izah edeyim. Hamı belə sakitləşdi, başa düşdünüz deyəm, ona görə. Bir də Aha. Məsələ bizə deyir ki, hə, bunu çap elədin. Yoxsa bizə bir də deyir ki, köhnə məsələ olduğu üçün bunlar var. Bizə bir də deyir ki, sən misal üçün bu sətri qutarmısan, da buralar ancaq boşluq olacaq da. Deyir, bu boşluqları istəmirəm mən. Sən bu sıfırı yazandan sonra təzə sətrə keç deyir. Deyir ki, buralarda boşluq olmasını istəmir. Ona görə biz nə elədik? Dedi ki, əgər nöqtənin J koordinatı, IJ kimi baxırıq da nöqtəyə. J koordinatı n plus 1-dən böyük bərabərdirsə, n plus 1-dən böyük bərabər olmaq da bu hissə deməkdir. Düzdür? Bura qədər başa düşdün? bəli. Aha, deyirəm ki, əgər n plus 1-dən böyük bərabərdirsə və n çıxdı, yəni indiki rəqəmimiz sıfırdırsa, bu rəqəmi çap eləyəndən sonra sadəcə break elə, təzə sətrə keç. Break eləyir, burada qutardı, sonra təzə sətrə başlayır. Buraları elə bir şey çap eləmir də. Başa düşdün? Müəllim, amma bu ancaq o rəqəm 0 olsa işləyir də, düzdür? Aha, yazdım ki, bir dəqiqə açsın. N çıxdı 0'dırsa, yəni indiki rəqəmimiz 0'dırsa, Yəni ancaq 0-dan işləyir. hə. Biz istəmirik, məsələn, 1-də qutaraq, 2-də qutaraq. Ancaq istəyir ki, 0 olsun, bu sətirlə işimiz qutarsın tam olaraq. Ondan sonra keçək təzə sətrə. Aydındır. Aha. N plus 1, J böyüdür N plus böyük bərabərdir N plus 1 yazmamızın səbəbi odur ki, burada da boşluqlar var. Yəni buralarda break eləməyini istəmirik. Daha doğrusu burada sıfırlar var, heç açdım. Burada da sıfırlar var. Buralarda break eləməyini istəmirik. Çünki buradan sonra 1 falan var. Əgər burada break eləsək, yoxlayaq da nə olur? Deyə bu yoxdur.
Belə bir şey olur. Aydındır. Aha. Ata yoxlayaq bir dənə. Tamam, düzəldim. Aha, bu qədər. Keçək o bir suala. Deməli, nə deyir? Hə, bu sual qəşəngdir, xoşuma gəlir. Deməli, kimsə demək istəyir, yoxsa mən özüm izah edeyim? Elcün buradadır, Elcün demək istəyir. Səsim gəlir. Demək istəyir Elcün. Elcün buradadır. Elcün dərsi yoxdur deyəsən. Tamam. Ruqiyyə buradadır, demək istəyir. Görmüşdüm deyəsən, hə. Deyə bilərsən həllə. Aha, yaza da bilərsən həlli. Başqa bir uşaq deyər ona qədər. Sən həlli yaz. Mən başqa bir uşaqdan istəyim. Mikrofon xarab olanda telefonla falan girib də deyə bilərsən, yəni, o problem deyil. Əgər alınırsa. Nailə demək istəyirsən, yox, Nailə deyil. Vəfa demək istəyirsən? Aha, qəşəng oldu. Vəfa buradadır. Yox deyəsən. Fərəz buradaydı. Deyə bilərsən də. Tamam, nəysə, özüm izah edirəm. Səs açmırsınızsa nəyə girirsiniz dərsə bilmirəm. Səs açmırsınız yox, yəni çağırım cavab vermirsiniz. Demək, Azərbaycanlısı var. Deyir ki, elə bir cədvəl verməliyik ki, yəni bu formada olsun. Birinci sətr misal üçün belə olur. Sonra ilan deyək, ilan belə qıvrılır, sonra belə gəlir. Uzun var deyəsən, hə. Belə gəlir, ilan qıvrılır, sonra belə gəlir, qayıdır. Belə gəlir, qayıdır, belə-belə. Bu formada bir şey. Deməli, bunu eləmək üçün fərqli yollar var. Mənim yazdığım yol belədir ki, nə oldu? Hə, demək istəyirsən hələ? Kodun özün yox, amma yəni məntiqi deyə bilərəm. Hə, demə. Bir sətirləri nömrələyib, sıfırdan başlayırıqsa 2-yə qalıqsız bölünənlər bütöv gedir, işləyir. Amma birdən aparıqsa, ancaq tək olanlar 4-ə qalıqsız bölünəndə ən əvvəldə durur. 4-ə qalıqsız bölən deməyək də, şey deyək sadəcə. Bir dənə bunun olur, bir dənə bunun olur, bir dənə bunun olur. Hə? Dəyişir deyiləm ki, bir dənə bunun olur, sonra bunun olur. Belə. Aha. O birin, həsən hamısını düz edin, prosto yəni belə məncə daha rahatdır. Niyə sətirləri sıralayıb, hər sətrin nömrəsinə uyğun olan kod yazmaq? Hə, düz. Demək, deyəm, mən də bir dənə izləyeyim. Başa düşməyənlər üçün. Bir dənə recordinga baxım. Aha, gedir. Kompüterim donurdu ya, arada bir baxıram ki, nəsə olub, yoxsa yox. Demək, bunları nömrələyək.
Mən birdən nömrələyəcəm. Mənə birdən daha rahatdır. Bura 1, bura 2, bura 3, bura 4. Bura 5, 6, 7, 8, 9 deyək. Bunlar niyə belə araldı bilməm. Nəsə belə bir şey deyək. Deməli fikir verin. Tək yerlərdə olanlar həmişə bu formada bir şeydir. Diyezdir də hamısı. Sətr. İndi fikir verin. Nöqtələr niyə belə deyənlər? Nəsə də təxmini başa düşdünüz də. Nöqtələr əslində belə tam deyənmalıdır. Nəysə. Deməli tək yerlərdə dayananların hamısı diyezdir. Ona sadəcə deyə bilərik ki, əgər i-nin 2-yə qalığı varsa, yəni i təkdirsə, onda sadəcə diyez ver həmin sətri. Əks halda fikir verin, 2 dənə fərqli forma var ki, dəyişir bir-biri ilə. Bir bu var. Bir də bu var. Bunlar öz aralığında sadəcə dəyişir. Bu olur, sonra bu olur, yenə sonra qayıdır bundan olur. Ona görə sadəcə belə bir şey deyə bilərik ki, tip deyə bir dəyişən götürək. Tip. Tip 1 olanda bundan verək çapa. Tip bərabərdir 2 olanda bundan çapa verək. Nəsə yazdı kimsə? Tamam. Ya da ki, Kənanın dediyi kimi 4-ə qalığa görə də eləyə bilərsiniz o söhbəti. Fikir verin, 4-ə həmişə bölünənlərdə bu formada bir işarə gəlir. 4-ə bölünməyənlərdə bu formada işarə gəlir. Məsələn, 4, 8 bu formadadır. Qalanlarda bu formadadır. Mən tiplə eləyəcəm, sonra da şeylə də göstərərəm, qalıqla da göstərərəm. Deməli, nə edirik? N, bir də M götürməliyik də, Bir də M götürürük. Bir də şeydən danışaq. String AB funksiyası var. Bu nə edir? Götürür A dənə bir yerdə stringi götürür. Misal üçün deyək string 3A deyək. Bu bizə şey verəcək. Bundan. Başa düşdünüz mü? İndi sadəcə başlayaq. Deməli, birdən başlayıram, N-ə qədər gedirəm. Deyirəm ki, əgər indiki sütunun 2-yə qalığı varsa, ya təkdirsə, indiki sütun tək sütundursa, onda sadəcə şey deyirəm. M dənə diyez verirəm. Axırda da bir dənə təzə sətrə keçirəm. Əks halda deyirəm ki, bir dənə tip götürək. Deyirəm ki, əgər tip 1-dirsə, onda nə edirəm? Tip 1 onda nə edirdik? M çıx bir dənə nöqtə verirəm, sonra axırda bir dənə diyez verirəm. M çıx bir dənə nöqtə verirəm. Axırda da bir dənə diyez verirəm. Sonra yenə təzə sətrə keçirəm. Əks halda nə edirəm? Baxaq. 2 olur əks halda. Bir dənə diyez verir, sonra M çıx bir dənə nöqtə verirəm. Aha, belə. Sonra da şey deyirəm. Tip bərabərdir 3 çıx tip. Bu nə edir? Yerinə qoyub baxa bilərsiniz. 1 olanda 2-yə çevirir, 2 olanda 1-ə çevirir. Belə. Bu qədər. Sual var. Aha, belə. Dağıtıb yoxlayaq. Orada tip 3 nəyə görə yazdıq? Tip 2 var idi axı. Hə, onu dedim. Bu elə bir şey deyir. Əgər tip 1-dirsə, 2-yə çevirir tipi. Yəni qiyməti 1 idisə tip 2 olur. Qiyməti 2 idisə tip 1 olur. Bu aralarında gəlirik axı.
1 olur, 2 olur. Tipə baxırıq da. 1 tipindədir, 2 tipindədir, 1 tipindədir, 2 tipindədir. Aralarında gedib gəlirik ya. Belə bir şey yaza bilərsiniz. Bu aralarında elə çevirir. Aydındır. Və elə rahat olsun deyə belə bir şey yaza bilərsiniz, nə bilim. Tip 2 əks halda tip 1 və ya bir dəqiqə siyahı nə yazdım? Tip 1 və ya sizə şey öyrətmişdim if dərsində. Tip bərabərdir 1-dirsə 2 elə, əks halda 1 elə. Yəni tip 1-dirsə onu 2 elə. Bu nöqtədən sonra əks halda gəlir 1 elə. Belə bir şey. Müəllim, yəni mən prosta onları bilmirdim. O stringdə heylə vermək. Ona görə... Ha, sənin yolunu düzdür. Bu da qəşəng oldu. Yəni fərq yoxdur ki. Sonra bir-iki nəfər şey yazmışdı. i/2-nin 2-yə qalığını eləmişdi. O da elə i-nin 4-ə qalığına baxmaq neyin şey gəlir. Belə. Sadəcə nə səs çıxmadı onlardan. Bilməm. Bəziləri bizdən soruşmuram. Çünki istəyirəm sizdən çətin məsələlər soruşum. Ona görə, məsələn, birəm Abdullah 100% bilir, Emil 100% bilir. Sizdən lap çətinləri soruşsam deyə sizdən soruşmuram. Deməli, bu accept et verdi. Ha. Sual yoxdursa keçək o birinə. Var sual. Məncə, yəni sadə şeydə sadəcə. Bunu tapmaq idi sadəcə sual. Ondan sonraki asandır. Yəni bu string işlətmədən də forla yaza bilərsiniz. Yəni mən qısa olsun deyə belə yazdım. Başqa məncə bir şey yoxdur. Keçək bir suala. Taksi sualı, qəşə sualı. Deyir ki, ad günü qeyd etmək istəyir dostlar. N dənə qrup var. Hər qrupda S dənə dost var. Bu S-nin qiyməti 1 ilə 4 arasındadır. Yəni ya qruplarda bir dənə dost var. Yəni bir dənə qrupun içində bir dənə dost var, 2 dənə, 3 dənə ya da 4 dənə dost var. Bunlar elə ki taksi ilə getmək istəyir. İstəyirlər ki minimum sayda taksi çağırsınlar. Etsə belə. Deyir ki minimum sayda taksini tap. Və yəni qrupdakı bütün dostlar eyni taksidə olmalı. Deməli, birinci baxan kimi fikirləşirik ki, bir də ki, taksilər 4 nəfər tutur. Hər avtomobil 4 nəfər tutur. Deməli, birinci baxan kimi fikirləşə bilərik ki, elə 4 dənə olanları bir dənə taksidə bir yerdə göndərək getsin. Misal üçün, bu ikisini elə 2 dənə taksidə ayrı-ayrı göndərək getsinlər. 4-ü birində, 4-ü birində. Sonra bizim əlimizdə şey qalır da, 2-lər, 1-lər, 3-lər. Mən tövsiyə edirəm ki, gəlin 3-lərdən başlayaq. Qarışıqlıq olacaq. 3-ləri nə edə bilərik? Hər 3 dənə qrupu elə ki, bir dənə də yanına bir dənə ata bilərik də, düzdür? Elə ki, nə deyirəm? Çünki 4 olur da, ona görə. Hamısını göstərim ki, qaranlıq qalmasın. Qəşə maşın çəkim. Çəkəmədim, neysə. Tamam, deyək, bu maşının oturacaqlarda 4 dənə oturacağı var. 4 nəfərlik adamdırsa, yəni qrup 4 nəfərdirsə, 4 nəfərlik qrup deyək. Onda elə hamısını bura qoyaq. Bir dənə taksidə getsin. 3 nəfərlik qrup olanda qrup. Hətta bunların işarəsini göstərmək üçün belə bir şey deyək. Bu 4 nəfərlik qrupda olanları 4 nəfər 4 kimi göstərək. İndi gələk 3 nəfərliyə. Biz elə bir ki, deyək ki, doldurduq. Gəldi 3 nəfər oturdu. Bir nəfər boş qaldı. Bir yer boş qaldı. Bu 1 nəfərlik qruplardan
Əgər əlimizdə varsa elə birini qoya bilərik də getsin bir yerdə bunlarla. Yəni bizə sadəcə lazımdır ki, bu 3 nəfər bir yerdə olsun. Bu 1 nəfər də özü ilə bir yerdə ola bilər sadəcə. Onda elə belə göndərə bilərik getsin və ya yoxdursa sadəcə elə 3 nəfər göndərərik, özləri gedər. Hardasa qaranlıq qalan yer varsa, sadəcə əl qaldırın, soruşun. Əgər bir nəfər yoxdursa, onda elə sadəcə üçü bir yerdə gedər. Bir yoxdur. Bir var. Nəsə belə bir şey. Sonra 2 nəfərlik qrupda şey olur da. Bunu buradan çəkəcəm. 2 nəfər. Bunu necə çəkəcəyimi bilmirəm. Bircə dəqiqə qarışa bilər. 2 rəngini dəyişim. 2 bu 2 nəfər bir yerdədir, bu 2 nəfər də bir yerdədir, bir yerdə gəlib gələ bilirlər. Və ya belə bir şey var. Bunların yanında 2'dir. Sonra bu birlərin rəngini dəyişəlim, qarışmasın. Bir dənə 1 var. Bir dənə də başqa bir dənə 1 var. Belə bir şey də eləmək olar. Burada da bunun rəngini dəyişim. Bunu başa düşdünüz? Yəni 2 dənə 2 bir yerdə gedə bilir. Bir dənə ayrı 1 var. Bir dənə də başqa ayrı bir var. Və ya yəni burada şey ola bilər də. Bunu kopyalamaq olur. Bir də çəkmək istəmirəm. Və bir də belə bir şey ola bilər. Ki sadəcə bir dənə göndərə biləcəksiniz. Və birləri də çəkmirəm. Birlərin başa düşülən bir şeydir də. Yəni hərəsi tək-tək qoyula bilər. İkisi bir yerdə qoyula bilər, üçü bir yerdə və s. Deməli buradan nə alırıq? Cavabımız var ya, cavabımız. Cavab cıvı deyəcəm. 4 dənə deməli A-ya deyəcəm birlərin sayı, B2-lərin sayı, C3-lərin sayı, D-də 4-lərin sayı. Deməli D böl 4. Çünki 4 dənəsini bir yerdə qoyduq, getdi də ləpçə. Yox, bir dəqiqə. Yox, D böl 4 yox, sadəcə D. Elə ki D 4 nəfərlik qrupların sayıdır. Və hər 4 nəfərlik qrupu bir dənə ayrı taksiyə qoyduq, getdilər. Qaldı əlimizə 3-2-1. 3-lərə baxırıq. 3-lərə baxanda C-ni qoyduq. C-nin yanında C qədər də 1 göndərə bilərik də, düzdür? Ona belə bir şey eləyə bilərik. Bir dənə U dəyişəni götürək. Bir dəqiqə. C-ləri göndərik. U dəyişəni götürürük qıraqda. Deyirik ki şeydir. Maksimum 0 A çıxılsın C. Bu nə edir? Elə ki bizim əlimizdə olan birlərdən mümkün qədərini 3-lərlə göndərik gedir deyə o qədər biri çıxa bilərik. Ya onlar getdi. Əlimizdə qaldı U dənə 1. Üstünə gəlirik hətta bunu elə A götürək də, biz niyə ayrı bir şey götürürük? Üstünə gəlirik, sonra ikili qruplar. İkili qruplarda deməli B böl 2 dənəsini taksi ilə göndərik. Bir dənə elə bir taksidə 2 dənə ikili qrup olur. Üstünə gəlirik. Deməli nəysə, gəlin kod yazaq. Mənim də başım qarışdı. Kod yazsa daha rahat olur. Int A, B, C, D sin A, B, C, D. Cavabımız var. A-ya bərabərdir. Deyirik ki bir dəqiqə, A-ya yox. Bizə int n sin n for int i bərabərdir 1.
x-i bərabər deyin, i plus plus n-dən rəqəm verir. Burada ABC-dən götürək. B bərabər 0, C bərabər 0, D bərabər 0. Deyəm ki, int x, sin x. Əgər x 1-ə bərabərdirsə, a plus plus, əks halda bu, əks halda bu, əks halda da bu. Tahmini cavaba gəlir. Cavab bərabər D. Cavab plus bərabərdir C gəlirik. Və deyirik ki, A bərabərdir maksimum A 0 A çıxsın C. C dərsini göndərdi, getdi bunlarla. Mümkün qədərini. 0 ona görə yazırıq ki, mənfiyə düşməsində qiymət. Misal üçün, deyək ki, C-dən 6 dənə var idi, A-dan amma 5 dənə var idi. Elə 5-i ilə göndərdik. Bir dənə avtobusda da ancaq taksidə də ancaq 3 nəfər getdi eləb ki. 1 getmədi onlarla. Qalmadı çünki. Sonra B-yə baxırıq. Cavab plus bərabərdir B bölü 2. Əgər B-nin 2-yə qalığı varsa, yəni bir dənə ikili qrup qalıbsa, ona belə bir şey eləyə bilərik. Əgər üzrsən, onu da bir dənə taksindən göndərə bilərik. Və deyirik ki, əgər əlimizdə də 2 adam varsa, bir dənəlik, onları da göndərə bilərik. Maksimum 2 dənə adam onlarla göndərə bilərik. Belə bir şey. Axırda da qalanları da şey deyirik. Elə ki, qalan birləri də A plus 3 bölü 4 kimi göndərik. Çünki misal üçün 7 dənə varsa, 7 dənəni 7 bölü 4 bir də taksindən göndərə bilmirik. 2 dənə göndərməliyik. Ona görə sizə keçən dərs bir dənə düstur vermişdim. N bölümün qalığı olanda plus 1 verməyini istəyirsinizsə, onu belə bir şey yazırsınız. N plus m çıx 1 bölüm. Bu odur. Bilməm kimin yanında qalsa. Cavab handle. Belə. Görək ki. Buradan 100% sualınız olacaq. Çünki biraz qarışıqdır. Amma bir də üstündən gedəcəm indi. Tamam. Deməli 4-ləri ayrı göndərdik. Biz 3 taksilərə ki 3 nəfər oturanda onların yanına bir dənə nəfər də oturstura bilərik. Ona görə baxıb bunu belə bir şey yaza bilərik. A minus bərabərdir minimum AC. Yəni ki birlərin sayı ilə üçlü qrupların sayının minimumu qədər də 1 göndərə bilirik. Çünki əlimizdə A dənə var və C dənə göndərə biləcəyimiz yer var. İkisinin minimumu qədər adam göndərə bilirik. Sonra ikili qrupları 2-2 göndəririk deyə, hər taksi 2 dənə gedir deyə, B bölü 2 dənə taksi tam dolur. Əgər ikili qruplarda bir dənə qalırsa, onda şey eləyirik. Ona ayrı bir taksi oturturuq və yanına da 2 nəfər göndərə bilirik. Göndərəndən sonra əlimizdə qalan birləri elə şey eləməliyik ki, otursun. Onlar da bir yerdə. Belə. Bunu belə də yazmaq olar. Cavab plus bərabər A bölü 4. Əgər A-nın 4-ə qalığı varsa, nida bərabər 0, ona cavab plus plus. Belə məncə daha anlaşıqlı olur. Yoxsa yox? Səsim gəlir. Koda keçə bilərsən. Belə daha yaxşı. Səsim gəlir. Bəli. Bəli. Nəsə qaranlıq bir hissə var, yoxsa heç başa düşmədiniz? Başa düşdünüzsə, başa düşdüm deyin ki,
Bilim ki başa düşdünüz. Belə heç kim heç nə yazmır, ona görə bilməm, nəsə başa düşdünüz yoxsa yox. Müəllim, ən əvvəldən keçə bilərsiniz üstündən. Aha. Birinci nə olduğunu deyim. Bunların adlarını gəlin dəyişək. 1, 2, 3, 4 eləyək. Daha rahat başa düşülsün. 3, 4. Sadəcə götürürəm, elə ki başda. Ədədləri daxil edirəm. 1-dirsə 1-in sayını atıram, 2-dirsə 2 və s. Sonra deyirəm ki, 4 nəfərlik olanları elə 4-4 göndərək taksilərdə getsinlər, onlarla işimiz yoxdur. Gəldik 3 nəfərlərə. 3 nəfərlərdə belə bir şey eləyə bilərik. Hər 3 nəfərin yanına bir dənə bir nəfər ata bilərik də elə ki. Ona görə 3 nəfərlik qrupların sayı qədər taksimiz var deyək. Hərəsində bir dənə boş yer var. O boş yerlərə 1 qoymağa çalışırıq. Əgər bütün sayını keçməyənə qədər. 3-lərin sayı ilə 1-lərin sayının minimumu qədər taksini doldura bilirik də tam olaraq. Aha. Bunu elədikdən sonra başqa heç nə eləmirik 3-lərlə. Keçirik 2-lərə. 2-lərdə hər elə bir şey 2 dənə qrupu bir dənə taksiyə göndərə bilirik də. Bunu başa düşdün? Bəli, bəli. Aha. Bir dənə ikili qrup qala bilər də indi. Ola bilər də, məsələn 3 dənə ikili qrup var. İkisi getdi, biri qaldı. Onda nə edirəm? Bunun üçün bir dənə taksi düzəldəcəm. O heç. Taksini düzəltdim. Bu taksidə həm də 2 dənə yer boş qalır deyə, oraya 2 dənə 1 qoya bilərəm də. Anladım. Aha. Bu 2 dənə 1 qoyandan sonra heç nə 2 ilə də işim qurtarır. Qalır ancaq 1-lər. 1-ləri də ki 4-4 yerləşdirdim və deyirəm ki, hələ də 1-in 4-ə qalığı varsa, deməli bir dənə də taksi lazım olacaq. Heç nə cavab plus eləyirəm onun üçün. Bildim mən. Tam anlaşıldı. Bəli. Başqa kiminsə sualı var yenə? Hər şey keçəndə bax görə işləyir. Bu məsələ sizin üçün dəhşət çətindir, yoxsa orta çətindir? Belə fikirləşin. Mən istəyirəm ki, elə bir məsələ olsun ki, siz gözü bağlı elə yazıb keçməyəsiniz, üstündə oturub fikirləşəsiniz. Bu çətinlik sizin üçün yaxşıdır, yoxsa yox? Yaxşıdır mənim, belə yaxşıdır. Mən sıfırdan başlayıram deyə, ona görə mənə biraz çox qəliz gəlir. Belə deyim də, yəni burada kod tərəfdən dəhşət çətinliyi yoxdur da məncə. Yəni burada nə işlətdik? Plus işlətdik, minimum işlətdik, for dövrü işlətdik də. Sadəcə biraz məntiqinizi inkişaf elətdirməlisiniz. Onun üçün yəni çoxlu sual işləməlisiniz belə. Məncə kod tərəfdən çətin deyil amma, hə? Kodu yəni çətin deyil, bilməm. Bəli, yəni məntiqi başa düşə bilsək, kod əsasında daha rahatdır. Aha. Hə. Heç nə. Sığ sualını demək istəyən var. Əslində sığ sualı daha asandır. Prosta onun bir dənə triki var deyədi. İstədim onu axıra salım. Kimsə demək istəyir? Kim istəyir deyə bilər. Emil demək istəyirsən? İstəsən axırıncı sualdır deyərsən. Axırıncı sual bilməm mən, çox çətindir. Nəsə buna baxarıq. Bunu denən hələ ki, çünki axırıncını mən şərtini oxumamışam. Ona görə deyəməyəcəm. Düzdürsən ya yox. Müəllim, burada eni alırıq, bütün elementləri setə atırıq. Setin sayızı 2-dən balacadırsa, no çap edirik. Sonra bir dənə auto dəyişəni yaradırıq. Bu auto dəyişəni bizdə ikinci ədədi göstərəcək. Onun üçün yazırıq. If iterator bərabər deyilsə setin eninə, onda iterator çap.
Aha, tamam, set nə yazmısan? Set nə həllinə baxmayaq. Çünki set keçməmişik. If else nə yazan var? Bounce məsələdir. Yox. Bu. O yuxarıda yazılanlar nədir? İtməklə yuxarıda. Bunlar Ya bunu onlar əvvəlki. buradaydı. Deyirsən. Bu? Bəli, onlar. Bu elə ki, necə deyim? Qısa yol kimi şeydir də. Bu nə edir? Bütün koddakı intləri long kimi görür. Double'ları double kimi görür. Hələ ki istifadə eləməyinizi tövsiyə eləmirəm, çünki biraz ağlınız qarışa bilər ona görə. Aydın. Aha. Amma yəni qısaca bütün koddakı intləri longa dəyişmək istəyirsə bundan istifadə edə bilərsiniz. Və main'in qabağındakı inti signed falan yazın. Çünki main'in elə ki tipi long olanda səhv verir. Signed şeydir, int deməkdir yenə də. Prosta elə ki bunu int sözü kimi görmür deyə bunu dəyişmir də. Başa düşdünüz? Aydın. Aha. Müəllim, bəs istənilən sözü o define long eləmək olur. Demək olar həm. Məsələn, siz adı eləyənmərsən səhv verəcək avtomatik. Yox, yəni məsəl üçün A-nı long kimi eləmək olar. Eləyə bilərsən, amma praktik olaraq yaxşı bir şey deyil. Çünki sən A-nı dəyişən adı kimi işlətməyin daha yaxşıdır ki... Yox, deyirəm, elə soruşuram. Hə, eləyə bilərsən. Lap istəsən altdan xətt də eləyə bilərsən. Bu işarə hanı var burada. Mən bilən altdan xətt olmalıdır, bilməm. Deyə bu işarədən. Bu işarəni də define eləmək olur desən. Baxıb yoxlayarsan. Heçsə, belə. Deməli, görüm esi if nə yazan var. Hamı deyəsən set nə yazır. Sort eləmək olur. Prosta massivə əl keçməmişik, bugün keçəcək. Ona görə set. Tamam, onu da özümüz ayırıram. Qısacası bütün şərtdə deyək ki, ikinci ən minimumu tapmaq lazımdır, hə? Bir dəqiqə. Yox. Bizə nə istəyirdi? Hə, ikinci maksimum ədəd tapmaq lazımdır. Qiyməti daha doğrusu. Misal üçün, maksimum qiymət burada 2-dir. Amma ikinci maksimum qiymət 1-dir. Sonra, misal üçün, burada maksimum qiymət 3-dür. Amma ikinci maksimum qiymət 2-dir. Burada 2-dən 2 olması çaşdırmasın. Ədəd demirəm, qiymət deyirəm. Ona görə hamısı fərqli-fərqlilərə baxırıq elə ki. Şərti başa düşdünüz? Aha. Belə bir şey eləmək olar. MK götürək. Yox. MX götürək. MX2 götürək. Sizə şey demişdim, MX götürəndə çalışın ki, çox balaca bir ədəd götürəsiniz. Ki, qarışmasın o birlərinə. Mütləq qiyməti 100-dən böyük deyil deyirsə, deməli mənfi 100 ola bilər, mənfi 101 ola bilməz. Mənfi 101. Belə götürək geçsin. Deməli, mən götürdüyümə görə MX böyüdür, MX2 olacaq həmişə. Yəni, belə bir şey istəyirəm. Olsun. İndi görəsiniz neyəcəm, ona uyğun. Bir dəqiqə. İndi daxil elədim. Dirəm ədədləri bir-bir gəzək. X-in X. Deyirəm ki, əgər ədəd MX-dən böyüdürsə, onda belə eləyək. Təzə sıramız elə ki, belə olur da. X böyüdür, MX böyüdür, MX2 olur. Mən istəyirəm ki, MX olsun, MX2 də MX olsun da. Ən böyükçisi həmişə istəyirəm axı olsun bu ədədlər. Ona görə ki, bundan buna gəlməliyik. O görə nə edirik? MX2-yə MX-i veririk. Sonra da MX-ə də X veririk. Birinci bunu eləsək, MX-in qiyməti itəcək deyə, birinci bunu eləmək daha məntiqlidir.
Tutdunuz nə demək istəyirəm? Bəli. Və lap asan olsun deyə belə bir şey eləyə bilərsiniz. C bərabərdir mx2. Sonra şey, mx bərabərdir A, mx2 bərabərdir B. Hətta gəlin elə belə qalsın. Əks halda x mx2-dən böyükdür. Yəni belə bir şey olur. Mx böyükdür x böyükdür mx2. Bir dəqiqə. Burada şey də olmalıdır. mx böyükdür x and x böyükdür mx2. Çünki onu yazmasaydıq belə bir şey olur. Böyük bərabərdir x. Bu halı istəmirik. Fərqli qiymətlərə baxırıq deyə ancaq belə edirik. Burada da sadəcə şey edirik. mx kimi qalır deyə ona görə heç nə dəmirik. Bir də ki burada buna mx2 veririk. Belə. Başa düşdünüz? Heç nə yoxsa. Məncə bu işləməlidir, bilmirəm. O, yoxlamamışam. Amma məncə işləməlidir. Görə işləyir. Hə, bir də şey var. Əgər 2 dənə fərqli qiymətimiz olmayıbsa, bu mənfi 101 kimi qalacaq. O görə belə deyərik ki, əgər mx2 mənfi 101 kimi qalıbsa, onda şey eləyək. Siyahını verək, çünki şərt də elə deyir. Əks halda da özün verək. Başa düşürsünüz? Yoxsa çətindir? Tamam, işləyir məncə. Yəni yoxlayaq. Setlə həllə ona görə baxmırıq ki, hələ seti keçməmişik. Amma qısa da yəni göstərirəm baxmaq istəyənlər üçün. Sonra nəsə yəni istəsəz, başqa həlli bildiyiniz varsa deyərsiniz. Görə işləyir. Müəllim, baxın, biz massivlər gələn dərs gedəcəyik, yoxsa? Yox, indi keçəcək bundan sonra. Nə qədər vaxtımız var? Onsuz qısadır. Nə? Bir də bizdən nə istəyir tam olaraq? ABC-ni daxil etməsiniz, ona görə ola bilər. ABC-ni daxil etməliyəm. Yox, olmadı, yox idi ona görə. Bir də deyə bilərsən nə edirsən? Koda gedə bilərsiniz. Aha. Orada məsələn int, onsuz da yazmışsınız da int. Ha, yazmışam. Elə bir səhvdir ona görə. Aha. Prosta burada niyə şey verir? 13 verir ki. Orada birinci niyə maksimumu mənfi 101 elədiniz? Çünki bizə lazımdır ki, bu həmişə belədir də. Əgər ədədlərin maksimumunu, minimumunu, nəsə elə bir şey eləmək istəyirsə, maksimumu birinci çox balaca bir ədəd götürməliyik ki, o bir ədədlərlə qarışmasın. Məsələn, mən gedib burada 0 götürsəydim, bu mənfi 4 gələcəkdi havaya. Maksi 0 götürsəydim, mənfi 4-ü görəndə həmişə onu başım bıraxacaqdı. Belə deyək də, massivimiz deyək ki, belə bir şeydir. Mənfi 2, mənfi 3, mənfi 5, mənfi 1. Sən burada 0 götürsən, maksin 0 olacaq. Çünki hamısı maksiyə gedirsən də deyək. X bərabərdir max x, mx bərabərdir max x, mx deyiləm ki. Belə bir şey yazırsan da deyək. Bu hər dəfə yazanda 0 kimi qalacaq deyə, axırda sənə cavabı 0 verəcək. Amma sənə mənfi 1 lazımdır halbuki. Deyək. Bu niyə burada şey verir uşaqlar? Mənfi 12 verir ki. Şərtdə nəysə başa düşməmişəm.
Hə. Tamam. Maksimum yox. İkinci minimumu istəyir bizdən. Yəni ki, belə bir şey. Bunun tərsidir. Elədiklərimiz hamısının tərsinə çevirəcəyik. M-in kiçikdir. M-in 2 götürəcəyik. Bu formada. Ən balaca ədədimiz M-in olacaq. İkinci ən balaca qiymətimiz M-in 2 olacaq elə bir şey. Deyəcəm ki, əgər X M-dən kiçikdirsə, onda belə bir şey olur. X kiçikdir M-in, kiçikdir M-in 2. Buna M-in verməliyəm. Buna M-in 2 verməliyəm. M-in adı M-in 2B-dir. İşte bu kadar. 101 edirəm. İşte. Belə. Aha. Yoxlayaq. Şərti isə başa düşmüşdüm. Elə bildim ikinci maksimum istəyir. Bizdən ikinci minimum istəyirmiş. T sualına baxaq mı? T sualına o vaxt baxa bilərik ki, kimsə tam şərti də izah eləsin. Çünki mən oxumamışam. Həm də ki, həllini də izah eləsin. Bu da keçdi. Sual var bununla əlaqəli. Xeyr. Heç nə olmur. Hə, setlə həllini göstərmədim. Qısa da göstərib keçsəm. Set götürdünüz. Int s. Insert x. İçinə atdınız. Bütün rəqəmləri. Deyək ki, əgər s nöqtə size 1-dirsə, daha doğrusu kiçikdir 2-dirsə və kimisi mikrofon çıxar. Əks halda mikrofon açıq. Hemen bağlayayım. Başdakı ən balacanı silirsən. Sonra da çap edirsən belə. Bu qədər. Bu həllə əlaqəli sualım var. Qısacası set bilməyənlər üçün izah edeyim. Deməli, setin içinə bütün ədədləri daxil edirik. Set nədir? Fərqli qiymətləri sıralayıb saxlayan bir data tipdir. Məsəl üçün, setin içinə bu rəqəmləri atsaz, nə bilim 2. Bunu bu formaya salır. Mənfi 1, 1, 2, 3 kimi saxlayır. Prosta setdə indeksləmə yoxdur. Yəni, S0, S1, S2 zad yaza bilmirik. Deyirəm ki, setin ölçüsü 2-dən kiçikdirsə, onda 2 dənə fərqli ədəd yoxdur ki. Ona görə no verirəm. Əks halda ən balaca ədədi silirəm, belə edirik. Ən balaca ədəd həmişə begində qalır. Onu silirəm və sonraki ən balaca ədədi çapa verirəm. Bu qədər. Sual yoxdursa onu keçim. Gəldik bu suala. Sual demək istəyən var. Dediyim ki, həm şərti izah eləsin, həm də həll edəsin. Python bilmirəm seti necədir, yalan deyirəm. Baxa bilərik. Python set C++ set. Yazılışlar eynidir deyəsən. İşte belə. Amma çox şey eynidir ha. Sən sağ ol. Başqa bir şey yox deyəsən. Tamam, Emil, axırıncı sual demək istəyirsən, deyəsən demək istəyirəm.
Emil. Buradadır Emil. Tamam, onda Emil gəlini izah eləyər. Gəlin massivlər seçək. Deməli, massivlər ən çox istifadə olunan data tipdir. Intdən sonra. Daha doğrusu data tip deməyim, data tip yığını kimi deyim. Test onu izah eləmək istəyirsən elə. Baxın. Burada şərtdə deməli 1-dən 9-a kimi ədədlər var. Burada da 4 dənə xana var, 2 vur 2. Bizdə də 6 dənə ədəd var. R1, R2, yəni bunlar sətirlərin cəmidir. C1, C2 sütunların cəmi, D1, D2 də diaqonalların cəmidir. Aha. Burada da bizdə ABC ədədləri də mütləq 1-dən 9. Bu 4 ədəd də bir-birindən fərqli olmalıdır. Çünki məsələn hamısı 5 ola bilməz, çünki hər daşdan bir dənə var. Və şərti deyən rəqəmlər tapılsa cədvəl çap edirik, tapılmazsa da -1 çap edirik. Ona görə də mən burada əvvəlcə ədədləri girişə veririk. R1, sin R1, R2, C1, C2, D1, D2. Sən heç kod oxuma, sadəcə ideyandır. Bəs eləyir. Burada əvvəlcə yoxlayırıq ki, bizim verilən şərtlərə uyğun ədədlər şərtlərə uyğundursa, çıxışa cavabı verir. Əgər uyğun deyilsə çıxışa -1 verir. Hə, hamısı üçün elə ki for atırsan. If hazır. If atırsan. Bir dəqiqə. Heç biri üçün for atmırsan? Bir dənə for atırıq, bəli. Hə, biri üçün for atırsan da, hə? Bəli. Hə, oradan sonra misal üçün C1-ə görə gedib buranı alırsan deyək, R1-ə görə buranı alırsan, D1-ə görə buranı alırsan, belə. Bəli. Aha, məntiqli. Emil, sənin həllin də belə oxşardırsa, elə bir yerdə izah eləyim, geçsin. Ya da izah eləmək istəyirsən, sən də elə, oxşar deyilsə. Aha, tamam. Bunun hərəsini 4 dənə formla da eləyə bilərsiniz. Məncə, bir dənə baxım. Hə, yerləşir. Deməli, şərtlə əlaqəli sualım var. Məncə, yaxşı izah elədi əzizə şərti. Yoxsa bir də izah eləyim. Yəni, qısacası deyir ki, buradakı ədədlərin cəmi C1 olmalıdır, buradakıların cəmi C2 olmalıdır, buradakılar R1 olmalıdır, buradakılar R2 olmalıdır, bunlar D2 olmalıdır, bunlar da D1 olmalıdır, belə. Deməli, əzizə nə edib? Gedib sadəcə bura üçün for atıb deyəndə nə deyirəm? Rəqəmlər deyəsən şeydir, 1-dən 9 hatta. Bir dəqiqə. Azərbaycanla çevirək. Hə, hər daşın üstündə 1-dən 9 qədər ədədlərdən biri yazdı. Başlayır, burada deyir ki, i 1-dən 9-a. Bura i-dirsə, bura C1 çıx i olur. Bura D1 çıx i olur. Buradakı R1 çıx i olur, deyiləm ki. Ona görə bunların hamısını tapa bilir və sonra şey deyir ki, bura C1-dirsə, bura C2-dirsə, bura D2-dirsə və s. hamısını yoxlayır. Hamısı düzdürsə ədədləri verir. Əgər heç bir ədəd uyğun gəlmirsə, onda -1 verir, belə. Gəlin qısaca yazaq. Bunların sırası necədir? Çap eləmə sırası. R1, R2, C1, C2. Aha. R1, R2, C1, C2, D1, D2. R1. Aha. Birinci bir dənə formla göstərəcəm, sonra 4 dənə formla göstərəcəm. Buna A deyə elə bir dəfəlik. Sorry, bir dəqiqə. Çaşdım.
Hə, int b bərabər olacaq. Bura a götürürəm, buranı b götürürəm, buranı c götürürəm, buranı da d götürürəm. Hətta qoy burada yazaq. A, B, C, D. Tamam, qaydaq. Bir dəqiqə. Hə. Demək, B nə olacaq bizdə? R1 çıx A olur da. C bizdə nə olacaq? C1 çıxa. D bizdə nə olacaq? D1 çıxa. Düz elədim. Məncə düz elədim. Tam keçək yoxlamalara. Deyirəm ki, C1 A plus C-yə bərabər olmalıdır. Qısaca bunun qəşəng yolunu göstərirəm ki, həm sərgəli olsun. Bu dəyişən götürürsünüz, okey deyə. 1 deyirsiniz. And bərabərdir deyirsiniz. Və bir-bir yoxlamaya başlayırsınız. C1 bərabərdir A plus C. Okey, and bərabərdir C1, C2 bərabərdir B plus D. Bunları bir-bir yoxlayırsınız belə. Sorry, belə. Axırda deyirəm ki, əgər okeydirsə, hamısı düz gəlirsə, düz gəlmək nədir? Mən bunun başda dedim ki, hə, hər şey düzdür. Bu gəlir bir-bir yoxlayır. Əgər hansısa səhv olsa, and bərabərdir deyə, okey 0 olur. Bundan sonrakılar hamısı düz olsa da, bu bir dənə, misal üçün deyək səhvdirsə, okey 0 olur. Əgər okeydirsə, onda rəqəmləri verə bilərik sadəcə. Necə istəyir bizdən? A... Hətta bunu belə yazmır bir dəqiqə. Siyahut A... B... Sonra təzə sətrə keçirik. C... Bir də D. Bu formada. Sonra da bir dənə return 0 yazarıq ki, kod qutarsın. Əgər heç bir şey tapmayıbsa, cavabı -1 atırıq. Bu formada bitdi. Sual var. Sən də belə yazmışdın, yoxsa fərqli bir kodun var? Dörd, 7, 9, 1. Səsim gəlir? Hə, bununla yazdım ki, sərgə görsənsin, milyon dənə if yana yazmaq istəmədim. İstəsiniz belə bir şey də eləyə bilərsiniz, nə bilim. Hamısını sadəcə and ilə belə yaza bilərsiniz də. And, bu, nə bilim, bu. Nəsə, hamısını belə and yaza bilərsiniz. Belə yazmaq istəmişsinizsə. Qısaca belə yazım. İndi keçək 4 dənə forla hələ. Dörd dənə forla həllində məntiqi eynidir. Sadəcə eləb ki, bu yoxdur. Aha, belə. Bu formada. Hətta bunlar belə yazım. Alt-alta. Görsənsin. Başa düşdünüz? Bu da 4 dənəli for. Yenə də eyni şeydir. Sadəcə bütün ədədlər üçün gəzirsiniz. Biz burada 9-a getdik deyə problem yoxdur. Amma bəzən ola bilər ki, qiyməti çox böyük versin. Bu həll misal üçün çox böyük olsa keçməz. Amma bayaq baxdığımız həll var deyə if ilə o birlər də tapırdıq. If deyirəm, şeylə. Riyaziyyatla o birlər də tapırdıq. Bu həll daha yaxşıdır. Ataq koduna. Bu işləyir. Yoxsa yox.
Tam məhz bu keçsin massivlərə baxaq. Deməli massivlər saat neçədir? Bizim dərsimiz bitdi, hə? Normalda. Vaxt tamam oldu yəni. Yəni vaxt olaraq hə. Əgər heç kim çıxmayacaqsa, bir 20 dəqiqə izah eləyə bilərəm, 20-15 dəqiqə. Yoxsa gələn dərs o biri massivlə birləşdirək. Necə istəyirsə eləyək. Runqan sağ. Məncə birləşdirək. Gələn dərs ola bilsin başqa bir olimpiada keçsin sizə, qonaq müəllim kimi çağıracam, gəlsin massivlər keçsin. Aha. Ay olimpiadasanın məsləhətləri ilə. Çünki onlar ay hazırlaşır. Yəni arada fərq var. Belə deyim də, elə ki RF onlar üçün 4-cü sinifdirsə, ola elə ki 11-ci sinifdə belə fikirləşim. Çətinliyi barədə. Nə bilim. Yəni çox çətindir ay RF-yə baxanda. Onda birləşdirdiyin mövzuları. Hə, şey deyirdim. Deməli mən onunla danışaram. Bir dənə olimpiadası gəlib keçməlidir. Qonaq müəllim kimi alınsa. Danışaram, görüm əgər alınsa o gəlib keçəcək. Belə bir şey. Əslində dəhşət bir şey yoxdur deyə burada. Bunu keçə bilərik. Nə bilim. İstəmirsə keçməyə yaxşı. Həm də baxdım biraz az mövzuda elə birləşdirməyə davam etdik də, hə. Çünki buna sual tapamayacağım. Heç onu birləşdirərik. Görək gələn dərs alınsa deyərəm sizə. Şey, başqa bəndimi keçəcək. Belə. Bu niyə səhv verdi? Tez bir də buna baxaq. Hə, şey, deyəsən rəqəmlər fərqli olmalıdır, hə, bir-birinə. Hə? Bəzən fərqli olmaz. B nida bərabər C and C nida bərabər D and A nida bərabər C and C nida bərabər D and nəm hamısını yazım getdi. Belə məncə keçərdi. Mən elə bildim bu qəliz məsələdir. Deyilmiş. Nəsə belə. Recording dayandırım. Kontest əlavə edəcəyim ya. Bəlkə boş qalmayasınız deyə bir dənə balaca kontest yenə səhv verdim. Balaca kontest düzəldirəm. Sizə xəbər verəcəm. WhatsAppdan da Discorddan da yazacağım. Buradakı səhvi tapaq bir dənə. Niyə səhv verir? Nəsə unutduq. Hə, şey. Ədəd ondan böyük olur. Deməli şey B 1 5 bərabər 9 belə. Hamısı üçün də bunu eləyirik. Hə, indi yadıma düşdüm məsələni niyə qoymuşdum. Çox
dəhşət çox hal var. Ona görə. Tamam, məncə bu da keçəcək. Qoy accept etalım, sonra dayandırıram recordingi. Çıxmaq istəyən çıxa bilər, amma nəsə sualın qala bilər. Yəni görə keçir. Yenə keçmədi hala. Nə? Bunu yoxladıq axı. Hə, bu B olmalı. Doqquzdan balaca yazmışım o, məncə. Bu deyil. İndi keçər. Yəni bəlkə balaca bərabər yox, ancaq balaca. Yox, 1-dən 9-a qədərdir. Mən yazmamışdım. A, B, B, C, C, D, A, C. Burada yenə C, D yazmışdım. B-dəni yoxlamamışdım ona görə. Həfşə. Belə. Onda recordingi dayandırım.